Əziz bilgələr, bu dəfə sizə 20-ci əsrin əvvəlində Azərbaycan mədəniyyəti dərsini yeni dərslikdən çəkirik. Mədəniyyət dərsimizin içərisində yeni dərsliklə köhnə dərslik arasında elə də güclü fərq yoxdur. İndi həmin fərqli olan hissələri, əlavələri də artıqlaması ilə və diqqətlə qeyd edəcəm ki, siz də həmin hissələrə gəlib çatanda məlumatlı olasınız. Birinci növbədə giriş hissədə təhsil haqqında sizə məlumat verir. Təhsil hissəsini oxuyanda Azərbaycan məktəblərinin fəaliyyəti ilə bağlı məlumat alırsınız orada. Onsuz da bu məktəb məsələsində birinci qızlar məktəbinə danışırıq. Amma nəyə diqqət edirik? Baxın, orada deyir ki, 1901-ci ildə Tağıyevin göstərişi ilə qızlar üçün pansiyon tipli ilk məktəb fəaliyyətə başlayıb. Amma sizdən mən soruşsam ki, qızlar üçün ilk məktəb nə vaxt fəaliyyətə başlayıb? Siz 1901 deməyəsiniz. O 1874-də fəaliyyətə başlayıb. Pansiyon tipli ilk qızlar üçün məktəb isə 1901-ci ildə fəaliyyətə başlayıb. Pansiyon tipli nədir? İndiki dillə desək internat tipli. Yəni həm orada oxuyursan, həm orada qalırsan, müəyyən günlərdə evə getməyə müdiriyyət tərəfindən icazə verir. Qısacası indiki internat. Və burada biz bu məktəbdə köhnə kitabda da vardı, təzə kitabda da eyni şey göstərilib. Müdir olaraq Hənifə xanım Zərdabi yaxud Məlikovanın adı qeyd olunur. O da Həsən bəy Zərdabinin həyat yoldaşıdır. Deməli, məktəb hissəsi bu qədər. İndi isə növbəti qərar 1912-də verilib. Bax, cədvəl də verilib sizə. O cədvəli də öyrənmək vacibdir. Çünki o cədvəldə verilmiş qərarları biz onsuz da keçmişik. Və siz həmin cədvəli öyrənəsiniz, mən də onu sual-cavab edəcəm. Nə deyir orada sizə? 1829-cu ildə qəza məktəbləri yaxud ibtidai dövlət məktəblərinin açılması haqqında qərar verilir. 1872-ci ildə şəhər məktəblərindən əvəz olunur qəza məktəbləri. 74-cü ildə xalq məktəbləri fəaliyyətə başlayır. Bir də bu dərsinizin içində 1912-ci ildə növbəti qərar verilmişdi. Bəs nə deyirdi bu 12-ci il qərarında? Bax, deyir ki, 12-ci il qərarına əsasən 1872-ci ildə yaradılmış şəhər məktəblərinin əlavəsi kimi yeni məktəblər fəaliyyətə başlayırdı. Belə ki, bu 3-4 illik nəzərdə tutulurdu. Burada Azərbaycan dilindən də təhsil verilirdi. Eyni zamanda burada yalnız dini məsələ, ümumiyyətlə dini məsələ ruslar dövründə aşağı idi keçilməsi. Burada məsəl üçün dünyəvi elmlərin öyrənilməsinə xüsusi diqqət yetirilirdi. Yəni sizdən artıq köhnə kitabda məsələn burada şəhər məktəblərinin bölünməsi başlığı ilə verilir. Amma burada o çıxarılıbdır. Bu ibtidai məktəblərin yeni pilləsinin yaradılması hissəsi kimi verilir. Məsələn, sizə orada deyiləsi hadisələrdən biri müəllimlər qurultayının keçirilməsidir 1906-cı ildə. Bu müəllimlər qurultayında vacib məqam nədir? Orada məsələn 2 nəfərin sizə adı verilir ki, bu kimlərin təşəbbüsü ilə yaradılmış, keçirilmişdir bu müəllimlər qurultayı. Kimlərdir onlar? Bir Nərman Nərmanov idi, bir də Həsən bəy Zərdabi. Köhnə kitabda bu yoxdur. Amma təzə kitabda bu var və sınaqlarda düşə bilər. Ona görə bu insanların adını diqqətlə oxuyun. Ümumiyyətlə, Nərmanovun fəaliyyətinə aid çox geniş şey yoxdur. Məsələn, bir Nərmanovun cədvəlini düzəldərlər. Nərmanovun cədvəl sxemini hazırlasalar, bu cümləni də ora əlavə eləyə bilərlər rahatlıqla. İndi bu qurultayda hansı məsələlər gündəmdə idi, ondan danışmalıyıq. Birinci 2 dənə əsas şey var. Bir Azərbaycan dilində təhsil olması idi. Bir də ki, icbari, yəni məcburi məktəblərin fəaliyyətə başlaması idi. Ondan savayı, məsələn, maarifin yaxşılaşdırılmasıdır, mədəniyyətin düzəlməsi, təhsildə yeni fənlərin keçirilməsi, bu kimi şeylərdə qeyd olmuşdur. Amma əsas o bayaq dediyim 2 şeyə, bir Azərbaycan dilində təhsil məsələsinə, bir də icbari təhsil məsələsinə diqqətlə yanaşmalıyıq. Sonra, dostlar, bizə tarixi şəxsiyyətlər haqqında məlumat verir orada. Bu tarixi şəxsiyyətlər haqqında dənə-dənə öyrənmək lazımdır. Mən nə tər sizə deyəcəmsə, sizdən də eyni şəkildə tələb edəcəm. Məsəl üçün, birinci növbədə mənim rəyim istəyir Şahtaxtinskidən danışmaq. Bax, Şahtaxtinski deyir Fransada Sorbonne Universitetində təhsil almışdı. Sorbonne Universitetində təhsil alması Şahtaxtinski ilə Əhməd bəy Ağayevin oxşar xüsusiyyətidir. Bu təzə kitabda var. Bu Sorbonne söhbəti. Köhnədə yoxdur. Və bunu təzə kitabdan artıq mənim özüm hazır testim var bununla bağlı. Yəni kursların sınağında da salına bilər. Ona görə diqqətli olursunuz. Şahtaxtinski fəaliyyətinə biraz geniş danışacağım. Əsas odur burada təhsil aldığı universitetin Sorbonne olduğunu bilin. İndi birazdan onun fəaliyyətinə danışacağım. Sonra Əhməd bəy Ağayevdən danışırıq. Onun özü də dedim ki, Parisdə təhsil almışdı Sorbonne Universitetində. Əhməd bəyin özü keçən dəfə qeyd eləmişdim. İndi təkrar deyirəm. Bildiyiniz kimi Şuşalı idi. Sonra da gəlib Azərbaycanda Difai Təşkilat Partiyasının yaradılmasında yaxından iştirak eləmişdi. Əhməd bəyin özü həm də Kaspi qəzetində naşirlik yox, əsərlər yazmışdı Kaspi qəzetində. Onun da öz partiya qəzetində adı İrşad qəzeti idi, o da fəaliyyət göstərmişdi. Sonra Əlbəy Hüseynzadə var. Azərbaycanın ən tanınmış adamlarından biri olmalıdır. Amma təəssüf ki, Azərbaycanda heç vaxt təhsilli, savadlı, mədəniyyətli insanlar tanınmır. Keçən dəfə sizə də dedim, küçədə bu dəqiqə çıxıb soruşsam ki, Azərbaycanın 3 rəngli bayrağının ideya müəllifi kimdir?
Bunu 100 nəfərdən 35 nəfəri, 100 nəfərdən 135 nəfər də bilməyəcək ki, bəs bu müəllifi Əlibəy Hüseynzadədir. Yəni insan Peterburq Universitetinə təhsil alıb və ən böyük fəaliyyəti həmin indiki Azərbaycan bayrağının ideyasını ortaya qoymaq olub. Nə oldu? Türkləşmək oldu, müasirləşmək oldu, bir də İslamla uyğunlaşdırmaq. Bu üçü bir yerdə Azərbaycan bayrağı yaradıldı. Bu tarixi şəxsiyyətləri oxuyanda sizdən əsas təhsil baxımından savayı mənəvi yanaşmağınızı da istəyirəm. Fikir versinizsə, bu insanların əksəriyyəti ölkədən xaricə çıxıb təhsil ala bilən insanlardır. O dövrdə təhsil indiki kimi deyil idi, daha çətin idi əl çatmaq. Əl çatan olmaması da eyni zamanda insanların oxumasının qarşısını almaq üçün həyata keçirilmişdi əslində. Kimlər bəs oxuya bilirdi? Bəylərin övladları, yəni varlılar. İndi bu insanlar sadəcə, bizim bəylərin övladlarına baxırsan, görürsən ki, bu bəyin övladı pulu olanda oxumaqdır, nədir? Başını götürüb çıxıb gedir o ki, oxumaq istəyəni də yoxdur. Amma o insanların, o bəylərin övladlarına bax, gedir adam Parisdə təhsil alır, adam gedir Peterburqda təhsil alır. Amma qayıdır gəlir öz ölkəsinə. Nə burada ona düzəməlli maaş verən yoxdur. Nə burada onu adam yerinə belə pis çıxmasını qoyan yoxdur. Çünki cəhalətin içində alim adamlar həmişə daşlanıblar. Amma bu insanlar nəyə görə qayıdıblar? Çünki bu insanların içərisində vətən sevgisi var, milli sevgi var. İstəyirdik ki, onlar da bizim kimi cahillər heç olmasa bir gün üzü görsünlər. Və biz nə qayıdırıq burada? Elə köhnə işimizlə məşğuluq. Yenə də cahillik eləyirik. Sonra növbədə danışacağımız adam kimdir? Məsəl üçün tarixçi var orada, Rəşid bəy İsmailov. Qafqazın Azərbaycan tarixi ilə bağlı əsər yazmışdı. Sonra coğrafiyaşünaslardan 2 nəfərin adını xüsusi qeyd eləmək lazımdır. Qafur Rəşad Mirzəzadədir, bir də İbrahim Ağa Vəkilovdur. İbrahim Ağa Vəkilovun burada bir dənə ümumiləşdirmə eləyim. İndiyə qədər adını 3 dəfə eşitmişik. Birincisi, Müdafiə Təşkilatının yaradılmasında eşitmişik. İkincisi, Birinci Dünya Müharibəsi dövründə, indi evdə oxuyasınız onu. Birinci Dünya Müharibəsi dövründə ilk hərbi topoqraf olmuşdu. Üçüncüsü də burada coğrafiyaşünas alim kimi. Bu üçünü də siz yadda saxlayın ki, sizə yenə deyirəm, o sxem formasında sual düşsə, ötəsinə gələ biləsiniz. Sonra, Firidun bəy Köçəri var orada. Firidun bəy Köçəri də Azərbaycan ədəbiyyat tarixinin əsasını qoyan insanlardan biri olmuşdu. O da Şuşalı idi. Və Firidun bəy Köçərinin o boyda Azərbaycan mədəniyyəti üçün işləri olmasına baxmayaraq, onun ölüm vəziyyəti, yəni ölməzdən əvvəlki vəziyyətini görəndə insan fikirləşir, doğrudanmı maarifçiliyin, mədəniyyətin axırı bu vəziyyətə düşür. Təəssüf ki, o dövrdə o rusların işinə sərf eləməyən hərəkətlər elədiyi üçün, həm də Firidun bəy Köçərinin indi burada yoxdur, gələcək dərslərimizdə keçəcəyik. Hansı ki, keçən dərslərimizdə keçmişdik, Qoru Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi açılmışdı 1879-da. Firidun bəy Köçəri həmin şöbəni köçürür Qazağa. Onu siz oxuyasınız 1918-ci ildə AXC dönəmində. Amma buradan bir dənə ümumiləşdirmə verdim ki, yadınızda qalsın. Tarixi şəxsiyyətlərdən unutduğum qalmadı ki, indi keçə bilərəm mətbuata. 20-ci əsrin əvvəlində mətbuat içərisində biz ilk Şərqi Rus qəzetinin adından danışmalıyıq. Baxın, Şərqi Rus qəzeti 1903-cü ildə Tiflisdə fəaliyyətə başlamışdı. İndi məsəl üçün, mən bax cümləni gör nətər qurdum. 20-ci əsrin əvvəlində Şimali Azərbaycan mədəniyyətinə aiddir desə, Şərq Rus qəzetinin fəaliyyətə başlamasını götürəcəyik? Götürməyəcəyik. Niyə? Çünki Tiflisdədir o, Tiflisdə. O Şimali Azərbaycana aid deyil axı. Azərbaycan mədəniyyətinə aiddir. Niyə? Çünki onu nəşr etdirən bizimki idi. Amma Şimali Azərbaycan mədəniyyətinə aid deyil. Başa düşdünüz nə demək istəyirəm? Yenə bayaq demişdim, təkrar edilən müəllifi Şahtaxtinski olmuşdu. Şahtaxtinskini də bir dənə ümumiləşdirək. Sorbonne Universitetində təhsil almışdı. Şərq Rus qəzetinin redaktoru olmuşdu. 2-ci Dövlət Dumasında deputat olmuşdu. Bir də 19-cu əsrin sonunda Kaspi qəzetində Rusiya müsəlmanları necə adlanmalı məqaləsinin müəllifi olmuşdu. Bu 4 dənə rahat xüsusiyyətlə sxem düzəltmək olar bu insan haqqında. Sonra, amma biz bu Şərq Rus qəzetində Azərbaycan dilində də deyir, məsəl üçün əsərlər nəşr olunur. Yəni, yalnız Rus dilində əsər nəşr olunur desə, bu ifadə səhv olacaqdır. Eyni zamanda bu Şərq Rus qəzeti 20-ci əsrin əvvəlində Azərbaycan mətbuatının yeni bir cığır açan mətbuat orqanı olmuşdu. Və ondan sonra onun ardınca gələn orqanlar elə ki, ondan bəhrələnmişdilər. Sonra, məsəl üçün, orada bizə həyat haqqında məlumat verir. Həyat təzə kitabda bir belə cədvənin içində verilibdir. Elə tutarlı məlumat yoxdur. Həyatın işində iştirak eləmək üçün Azərbaycana savayı nümayəndələr də, redaktorlar da cəlb olunur deyir. Kaspi haqqında məlumat verir. Baxın, Kaspi qəzeti 20-ci əsrin əvvəlində fəaliyyətə başlamayıb və 19-un sonunda fəaliyyətə başlayıb.
Amma burada da adım verir ki, öz adda da qeyd edir ki, biz sizə xatırlatma eləyirik ki, yəni deyir ki, burada məsəl üçün Topçu Başovdu, Hüseynzadə və filan Azərbaycan ziyalıları öz əsərlərini nəşr etmişlər. Bir şey də qeyd edirəm ki, Kaspi qəzetinin redaktoru Tağıyov olmuşdu. Yəni onun maliyyəsi hesabına. Bir də biz orada Açıq Söz qəzeti haqqında oxuyuruq. Açıq Söz qəzeti 1915-ci ildə idi. Müsavat Partiyasının qəzeti olmuşdu. Mətbuat orqanlarımızdan və ən əsası Azərbaycanın şimalında soruşsam ki, satirik mətbuatın əsası hansı hadisə ilə qoyulmuşdu? Siz də deyərsiniz ki, Molla Nəsrəddin nəşrə başlamağı ilə. Molla Nəsrəddin 3 dənə şəhərdə fəaliyyət göstərib. Tiflis, Təbriz, Bakı. Müəllifi olubdur Cəlil Məmmədquluzadə, bəli. Satirik mətbuat, indi bizim dillə desək, kinayəli mətbuatdır. Satira kinayədir. Və bu Molla Nəsrəddin də Azərbaycanda yeni bir cığır açmışdı. Azərbaycan həm mədəniyyət tarixində, həm də mətbuat tarixində. Sonra mətbuat da getdi. Keçirəm indi bu aktyorlar hissəsinə, filmlər filan. Bax, təzə kitabda burada bir-iki şey var. Onu qeyd edeyim, ən yaddan çıxan və ən belə deyim, fikir toqquşması edən odur. Köhnə kitabda bizə deyildi ki, Azərbaycanda ilk qadın aktrisa yox, ilk aktrisa köhnə kitaba görə Şövkət Məmmədova idi. Amma təzə kitabda bunu eləyiblər Gövhər Qaziyeva. Səbir olaq. İlk aktrisa Gövhər Qaziyevadır. Bunu birinci yadda saxlayırsınız. Şövkət Məmmədova isə Azərbaycanın şimalında ilk qadın opera müğənnisi olmuşdu. Və bu insanların artıq vəzifələri ayrıldı. Gövhər Qaziyeva keçdi önə. İlk qadın aktrisa Gövhər Qaziyeva oldu. İlk opera müğənnisi isə Şövkət Məmmədova oldu. Sonra biz oradan Azərbaycanı sorursam ki, ilk peşəkar aktyor kim olmuşdu? Siz deyəsiniz Hüseyn Ərəblinski. Onun iştirak elədiyi film Milyonlar Səltənəti, Neft və Milyonlar Səltənəti filmi idi. O film həm də Azərbaycanın ilk sənətli filmi idi. Bədii film. 1916-cı ildə fəaliyyətə başlamışdı. Hüseyn Ərəblinskinin çox belə həyat dolu bir hekayəsi var. Onun əslində soyadı Ərəblinski deyil. O bir qızı sevir, Ərəblinski. Leyla idi səhv eləmirəmsə onun adı. Leyla Ərəblinskaya. Deməli, o qızı buna vermirlər. O dövrdə uşaqlar, sizə bir şey deyim. İndi bizdə aktyorluq, indi də elədir əslində, bir hörmətli sənət sayılmır. Təəssüf ki. O dövrdə vəbşə pis bir şey hesab olunurdu. Yəni, aktyorluq eləyənə yuxarıdan aşağı baxırdılar. Hüseyin də cavan oğlan idi və ölkə maariflənməsində iştirak edirdi. Ona görə də ona qız vermirlər. Hüseyin də acığa düşür, onu da kimə verirlər sizə? O dövrün varlı, qoca adamlarından birinə, pulu olan adamlardan birinə verirlər. Hüseyin də acığa düşür, öz soyadından imtina edir, Ərəblinski soyadını götürür. Və Hüseyin Azərbaycanın, bəlkə də dediyim kimi, aktyorluq sənəti içərisində ən öndə adı gedən insanlardan biridir. Bir də biz orada Milli Operanın əsasının qoyulmasından danışırıq. Milli Opera dəyişmir. 1908-ci ildə Leyli Məcnun, Üzeyir Hacıbəyli müəllif. Sonra əlavə var 1909-cu ildə Müslüm Maqamıyevin Şah İsmail. Şah İsmail köhnədə də var. Səhv etmirəmsə ili yox idi onu. Amma deyəsən indi il əlavə ediblər. 1909. Səhv bilmirəmsə. Sonra Cənub Azərbaycanla bağlı iki köhnədə də olan bir şey var. Ümumiyyətlə Cənub Azərbaycanda Azərbaycan satirik jurnalı fəaliyyət göstərmişdi. O köhnə kitablarda var, Qəmküsarın adı var, məsəl üçün, onlar çıxarılıbdır. Bir dənə deyək ki, Azərbaycan satirik jurnalı fəaliyyət göstərir. Cənub Azərbaycanda ilk teatrın tamaşaya qoyulması 1909-dur. İlk teatr binasının inşa olması 1916-dır. Bax, Şimali Azərbaycanda ilk teatrın tamaşaya qoyulması 1873-dür. İlk teatr binasının inşa olması 1883. Bu ikisini hərəsindən ayrı bizə oxşar xüsusiyyət kimi verə bilərlər. İki də kitabda var, amma o birisini əvvəl keçmişik də. 19-un mədəniyyət dərsində keçmişik. Cənub Azərbaycanda dedim. Bir dənə qaldı, səhv eləmirəmsə, rəssamlar. Ortada gözümdən qaçan nəsə qalmayıb ki. Rəssamların içərisində də bizə iki nəfərin adı verir. Bəhruz Kəngərli, Əzim Əzimzadə. Bəhruz Kəngərli Tiflis Akademiyasında təhsil almışdı. Azərbaycan görkəmli rəssamlarından idi. Əzim Əzimzadə də eyni şəkildə idi. Görkəmli rəssam idi və Əzim Əzimzadə həm Molla Nəsrəddinin satiralarının müəllifi olmuşdu. Həm də bu Sabirin Hop-Hopnaməsinin kitabı var, Hop-Hopnamə. Onun da satira müəllifi olmuşdu. Bir çıqqılı da Sabir haqqında danışım. Onsa şairlər zadlar verilməyib burada. Bu Sabirin Hop-Hopnaməsi Sabir ölənə yaxın imiş. İmkanı yox imiş. Bu adamın ən böyük əsəri odur əslində. Amma nəşr elətdirə bilmir. Onunla bağlı bizimkilər yığışır. Bu barədə də Əli Nəzmi qeyd edir. Əli Nəzmi deyir ki,
biz getdik, məsəl üçün Cəlil Məmmədquluzadədən də pul istədik ki, bəs bizə pul ver, hop-hopnaməni nəşr etdirək. Cəlil Məmmədquluzadə pul verməyibdi. Orada biraz Cəlil Məmmədquluzadənin simişliyindən danışır. Amma yoldaşı Həmidə xanım Cavanşir pul verir. Sizcə hop-hopnamənin əsas maliyyə dəstəkçisi kimlər olur? Ermənilər. Ermənilər olur, ermənilər. Ərazidə yaşayan erməni tüccarlar, qadınlı kişili özdə pul verirlər ki, hop-hopnamə nəşr olunsun. Çünki hop-hopnamənin içərisində cahil İslamiyyət, cahil müsəlmanlar tənqid olunur. Onlar da fikirləşirlər ki, bunun vasitəsilə İslamı gözdən salaq. Və ona görə də istəyirlər ki, hop-hopnamə qoy, nəşr olunsun. Gəl səni də reklam edeyim. Mülk-şəmi sözü. Nəylə bağlı? Ürəyin nəylə? Mirzə Ələkbər sahibinlə mülk-şəmi sözü. Salam. Kursumuzu. Kursumuzu çəkir eləm o. Müəllimə burada imiş. Deyirəm də, ta gəlmişdim birazdan. Nə olar? Başqa nəsə qalmadı ki? Buyur oğlum. Nəyi? 17 dedim ki mən ona. Dəqiq 17 dedim. Açıq söz 17 dedim. Dəqiq 17 dedim. Montaj eləyəndə baxacam. İndi çöndərib səni də çəkəcəm. 15 demişəmsə, sənin videonu paylaşıb səni biabır eləyəcəm. Amma 17 deyərəm mən ona. Dəqiq. Məşhursan? Ağır. Nə? Nəsə tutarım. Bunlar da ki, müftə yeməyə şey yaxlarlar. Hə, tutarım qoy, üstü. Kim? Hə, yaxşı. 2 dəqiqə. Yaxşı, əsəbləşməyin. Əziz dostlar, bu bizim Xankəndi şəhərində çəkdiyimiz növbəti dərs izahımız idi. Və biz bu izahımızı Xankəndi şəhərində fəaliyyət göstərən İstiqlal kursunda çəkirik. Siz də əgər Xankəndi şəhərindəsinizsə, Xankəndin ətraf ərazilərində yaşayırsınızsa, onsuz da məni də tanıyırsınızsa, sizin seçiminiz İstiqlal olmalıdır. Gəlin bura, lətvəsi bunlardan iraq, sizi təhsilə çiyinlərimdə daşıyım, sizi elmlə fərəhləndirim, sizi də Abdullah ilə tanış edeyim. Gəl bura. Gəl. Gəl, həyəcanlanma. Bu da bizim Abdullahdır. Özü Laçını təmsil eləyir. Abdullah, sənin sözün var. Paylaşacağım ha. Növbəti dərs izahlarında görüşərik. Özünüzə yaxşı baxın.